Ve netice itibariyle bunlar ve diğer sonsuz hikmetler var ki bəzilərini Allah Teala kiməsə açır, bəziləri açılmıyor, bəziləri açıla duracaq. Bunlar hemen o meleklerin suallarının cevabıydı. Bir zaman melekler dediler ki ey Rabbimiz yer üzerinde öyle bir şeyler yaratacaksan ki öyle bir kesler yer üzerinde kan tökecek, fesat tökecekler. Sualın cevabı ne olmuştu? Kale inni a'lemu ma la ta'lemun. Ben sizin bilmediklerinizi bilmem. Melekler indi bakır hal-hazırda. Baş verdikçe nəzər salırlar, tamaşa edirlər ve bilmediklerini indi bilmeye başlayırlar. Allah Teala bunları yaratmamışdan qabaq bilirdi. Bu Allah Teala'nın əzəli ve əbədi mükemmel elmi hakkında da haber verir. Baş vermeyen şeyleri de necə olmasını bilirdi. Çünkü bunlar fikirləşirlər ki, yani Allah Teala yer üzerinde halife yaratacak. Əvvəlcə onun bir nömrəsini torpaqdan götürdü, yerden, sonra onu cennette yarattı, sonra cennetten qovulacaq yere. Dedi ki ya Rab, onlar yeryüzünde fəzat törecekler, kan tökecekler. Allah Teala həqiqətən mən sizin bilmədiklərinizi biləm. İndi mələklər nələr görürlər? Mələklər görürlər ki, Allah'ın qulları arasında elələr var ki, mələk dərəcəsinə qalxa bilir. Mələklər heyrandır. Mələkdə şəhvət yoxdur, etiraz yoxdur, tamah yoxdur, nəfis yoxdur. Təbii ehtiyacların heç biri yoxdur. Mürgü yoxdur, yatmaq yoxdur, yorulmaq yoxdur. Bunlar hiçbiri yoktu. Kim bunları, nefsini ram eləyərsə, ayaqlarının altına alarsa, melek derecesine kalkar. Hatta meleği ötür. Çünkü melekte bu şeyler yaratılmayıb. Melekler bakırlar ve deyirlər ki, ya Rab, mə qadarnaki haqqa qadrik. Bağışla bizi. Biz seni hakkıyla təqdir etmedik. Ve mə abədnəki haqqa ibadetik ve seni hakkıyla ibadet etmedik. Ve mə şəkərnəki haqqa şükrik ve seni hakkıyla şükrünü verebilmedik. Qal inni a'lemu ma la ta'lemun. Həqiqətən sizin bilmədiklərinizi mən biləm. Və Allah Subhanahu onların bilmədikləri indi təcelli edir. Onlar görürlər ki, subhanallah. Allah yolunda canını qurban verməyə hazır olanlar var. Allah'ın elə qulları var ki, subhanallah. Allah'ı sanki görərmiş kimi ibadət edirlər. Bu necə olur? Ona görə bir hədisdə, o hədisdə İmam Buxari hədislərindəndir, en güzel hədislərindəndir. Allah Teala'nın seyyah melekleri var. Yer üzerine dolaşarlar. Zikir hilakaları, inşallah böyle bir hilakalardan bir hilaka. Meclislerini aktararlar. Hele kitaptılar, kanatlarını salarlar. Ve orada olanları sonra dönüp qayıdarlar, Allah'a söyleyerler. Allah Teala bildiği halde onlardan soruşar. Kullarım neden danışırdı? Deyirlər ki, ya Rab, onlar seni zikredirdiler. Yani seni anırdılar. Meğer onlar beni görürdüler. Cevabında yok, ey Rabbimiz. Onlar seni görmürlər. Bəs görsəydilər necə zikr eləyərdilər? Bax, mələkləri təcrübləndirən dünən verdikləri sualın cavabı binlərdir. Onlar gəldilər, Allah'ı əsla mələklərdən fərqli olaraq görməyə, canlı eşitməyə, onu zikr edən bəndələr görəndə mələklər heyran olur. Bu necə olur? Ona görə mələklər orada qanadlarını çırpır, qanadlarını yerə salır. Ve oranı əhatə edir, oraya səkinət nazil olur. Orada olan, mecliste olan, hatta yoldan geçen yad insan belə bağışlanır. Meclisin şərəf məqamına görə. Diğer Buxarinin hədisində Allah Teala deyir ki, ey mələklərim, şahit olun ki, orada olan herkesi bağışladım. Mələklərdən biri, ey Rabbim, ey Rabbimiz, burada yad olan birisi var. Meclis əhli değildi. Yoldan keçirdi, dostu orada gözlürdü. Qıraqda gözləməkdən dil içəridə gözləyərəm. Oturdu, o da o gözlədi. Dostu gələndə götürdü, apardı. Allah Subhanahu bizə nə deyir? Ulaika qavmun la yashqa jalisuhum. Onlar elə bir toplumdur ki, onlarla oturan bədbəxt olmayacaqdır. Onlarla oturan itirməz. Onlarla oturan hiçbir zaman bədbəxt olmaz. La yashqa qavmun. Həmin hədisə qaydaq. Onlar nə istəyirlər? Allah Teala bildiği halde onları soru-sual tutur. Melekler, ey Rabbimiz, onlar cennet hakkında danışırdılar, cenneti istediler. Meğer onlar cenneti görürdüler. Yok ya Rab, onlar cenneti görmürdüler. Allah Teala cevabında, görseydiler nece istəyərdiler. Allahu Ekber. Bəs onların qorxduğu bir şey vardı. Allah Teala bildiği halde onlardan soruşur. Melekler cevabında, bəli ey Rabbimiz, onlar cehennem odundan qorxurdular. Meğer onlar cehennem odunu görürdüler. Yok ya Rab, onlar onu görmürdüler. Dedi, görseydiler nece Allah'a sığınardılar. Onlar elə qullardır ki, onlarla oturan hiçbir zaman
peşman olmaz. Aslında bu hikmetler çoktur kardeşler. Bu hikmetleri sahip kurtarma olmaz. Yani insanın bu dünyaya gelmesi. Şimdi təsəvvürlə qiyamət günü qopdu. Fəriqun fil cənnəti və fəriqun fis sa'ir. İki qismdir. Bir hissəsi cəhənnəmə gedəcəkdir. Adəmin zürriyyətidir. Həmin belində olanlar. Və bir hissəsi cənnətə gedəcəkdir. Üçüncü qism də vardır. Üçüncü qism, onlar cənnət əhlidir. Əhl olaraq oranın əhlidir. Amma günahları onları cənnətdə ibtidaən buraxmır. Namazlı səhnəkarlıq edirlər. Gah qılırdılar, gah tərk edirdilər. Qılaram inşallah deyənlərdən idilər. 60 yaşında qılaram deyənlərdən idilər. Kəbair əhlidir, böyük günah sahibləridir. Pulum çoxalıb, amma vermək ağır deyə. Adam da 50 min zəkat çıxardar. Ağır gəlir onu çıxartmaq. Kəbair əhlidir. Həc boynuna vacib olur. Getmir. İli ilə satır, əcəl gəlir onu aparır. Yəni bu nədir? Şərab içir, tansoya gedir, musiqi məclislərində olur. Amma Allah sevir, Rasulunu sevir. Deyir, mən də müsəlmanam, mən də möminəm. Bunlar Allah-u Teala'nın onlardan tələb etdiyi vacibləri gətirmədiklərinə görə cənnətə ibtidaən giriş qadağandır onlara. Əks halda Allah Teala'nın ədaləti orada pozulur. Onlar girməli, odda gətirmədik vaciblərin cəzasını çəkməlidirlər. Ləbisinə fiyhə əhqabə. Əhqabənin təfsirində gəlib ki, huqub 80 ildir. Hər fərzi 80 qatına vurun. Bir qılmayan namaz 80 ildir. Bir qılınmayan, qəsdən tərk olmuş namaz 80 ildir. Ləbisinə fiyhə əhqabə. Bu da Allah'ın kamil ədalətindəndir. Kafir deyəcək ki, ya Rab, mən də qılmırdım, bu da qılmırdı. Bu nətər oldu? Bir var, kökündən İslamdan çıxartmaq, o təkvirçilərin əxlaqıdır. Bir də ki, yox, heç kim onları müjdələmir ki, olan vəziyyəti əla olacaq. Gedin kef eləyin. Bəzilər deyək kimi. Elə də deyil. Bunlar ibtidaən cənnətə mən edirlər. Giriş qadağandır. Cəhənnəmə düşəcəklər. Gətirmədiyi fərz, Allah'ın tələb etdiyi hər bir vacibin kəfarəsini odla təmizlənəcəklər. Zina edənlərdə zinanın ləzzətini, həzzini, bədənin odunla, tamamilə, bütün ağrılarla ancaq kəfarəsi elədir. Qiyamət günü, əgər dünyada bağışlanmasa, həmçinin ahirətdə əff olunmasa, istisnadır təbii ki. Və digər kəbair, şərab içənlər, tərk eləməyənlər, onun üzərində ölənlər və s. Bunlar da nə olur? Tam təmizlənəndən sonra sonuc olaraq bunlar cəhənnəm əhli deyil, cəhənnəmə düşənlərdir. Var cəhənnəmə düşənlər və cəhənnəm əhli, bunlar müxtəlif şeylərdir. Sonra axırda bunlar da çıxır, gedir. Amma çox yubanırlar, çox yubanırlar. Tamam mı? Bir də var ki, subhanallah, təsəvvür edin, namazları tərk eləmirdi, bu müsibətdir. Deyəcəm nə üçün? Zəkatını da vaxtında verirdi, artılamasıyla. Bura kimi yaxşı gəldi. Həcci də vaxtını eləmişdi. Bütün rükunlar yerinə edilmişdi. Amma dəhşət kibir vardı qəlbində. İnsanlar yuxarıdan aşağı baxardı. Həp onlar dilinə sancardı. Öz bahalı maşına minəndə yuxarıdan aşağı baxıb maşın içində qeybət ilə gedərdi. Yəni bunlar və s. və s. Bu kibir onun qəlbindən çıxmadıqca elə şəkildə ölərsə ibtidaən başlanğıc olaraq cənnətə girməsi qadağan edilir. Hədisdə qəlbində zərrə qədər misqal kibir olan cənnətə girməyəcəkdir. Yəni ibtidan, ilkin olaraq girmək qadağandır. O cəhənnəmə düşməli, qəlbindəki o kibir tamamilə yuyulub təmizlənməli, işgəncə və əzabla peşman olmalı, nəyi var, tərtəmiz olmalı, gül balı, ağıl olmalı. Ondan sonra cənnət əhlinə uyğunlaşdırılandan sonra ən mükəmməl şəkildə təzədən cənnətə qaytarılmalıdır. Buna da qoş həsəd eləyənləri, buna da qoş kin-küdarə bəsləyənləri, buna da qoş nəmmamları, dostları, qardaşları, möminləri bir-birindən ayıranlar, qoma əqrabanı bir-birinin arasına vuranlar, qattatları, lə yədxul cənnətəl qattat, hədislər var. Lə yədxul cənnətə nəmmam, nəmmam cənnətə girməz, ibtidaən, ilkin olaraq girməz. İlkin olaraq onlara giriş məndir, qadağandır. Həsəd eləyənlər, nəmmamlar, söz gəzdirənlər, iftira yaxanlar, böhtən yaxanlar, həmçinin yalançılar. Siz düşünürsünüz ki, bunlar balaca əməllərdir, balaca günahlardır, bunlar vallahi kəbairdir. Və insanın bütün dini ayinləri yerindədir. Telefonla oynama. İnsanın bütün dini ayinləri yerindədir. Amma insan yalançıdır.
Fela'netullahi alel kâzibin. Ali İmran suresi. Balaca günah değil. Kebairdendir. Delil de nedir? Lanet gelip. Allah'ın laneti yalancıların üzerine olsun. Adam yalancıdır. Fantazyor. Gökbaz. Yani insana itibar edilesi değil. İnsan belədir. Bu insan təsəvvürlə islah olmamış, təmizlənməmiş, odda yanmamış, ağıllanmamış, gül balı olmamış. Birbaşa nə var nə ki namazları yerindədir. Cənnətə girsə gör nəfəs törənər orada. Orada hamı at-atı duracaq da. O bursu da hamıya həzət eləyəcək. Bu gərək cənnətə təmizlənsin. Cəhənnəmdə təmizləsin. Girəcək oraya deyəcək ki, xeyirdir, Firdosdadır, mən xulddayım. Yok. Təsəvvürlə, bu gərək orada girsin, yansın, ağıllansın, gül bal olsun, tərtəmiz olsun. Ondan sonra onu geri İbn-i Qayyim bunun kitabının əvvəlində gətirir. Beləcə Allah Teala Adəmi və onun zürriyyətini daha mükəmməl bir şəkildə qaytarmaq üçün dünyaya göndərmişdi. Fikir verin. İndi biz möminlər misala keçdik. Adam iftira atandı. Şərbazdır. İnsanlar şərləyəndir. Böhtan atandır. Söz gəzdirəndir. Qeybət edəndir. Eyibləri həvəslə ifşa edəndir. Bunun cənnətə nə işi var? Abın namazlarım yerimdə, daha qarşı tövhidim yerimdə, daha. Tamam, Allahın ədalətinə bax. Gir, qəşəngcə, odda təmizdən, tərtəmiz. Peşman ol, ağıllan, gül bala ol, ondan sonra gir cənnətə. Çünki cənnət kamil diyardır. Nöqsansız diyardır. Hər bir insanın fitrətində mömin və kafir. Həmişə sual olur ki, olmazdı ki, dünya belə olmasaydı, belə olardı. Sən Allah'tan çox bilirsən. Allah'tan daha elmlisən. Əslində bu ağacın yeyilmə şeyi var, bu şah əsərdir. Bunu insanların çoxsu bilmir. Sənin təxəyyül etdiyin, hətta kafirin, Andreyin, Timanın təxəyyül etdiyi o dünya var, bu dünya belə olmamalıydı, əslində belə olmalıydı. O dünyanı Allah əzəldə yaratmışdı. O dünyanın adı Darül Xuld. Əbədi diyar. Cənnəti adnin təcri min təhtihəl ənhər vəl firdevs əl-ə'lə. O hamısı əzəldən yaratılıb hazırdır. Hətta göz aydınlığı verəm. Dünyada sən yaratılmamışdan qabaq, dünyaya atan göndərilməmişdən qabaq o mükəmməl bir şəkildə artıq yaratılmışdı. Sən Allah'tan çox bilə bilməzsən. O mükəmməli ilə vardı. Bax Allah Teala neyir Subhanahu Teala? Peygamber sallallahu aleyhi ve sellem deyir ki, yani cənnəti becərin. Sahabe deyir ki, ya Resulullah, cənnəti nətər becərək? Deyir, zikr elə, dedikcə orada ağaçlar əkilir. La havle və la quvvətə ilə billah, ağaçlar əkilir. Becərin. Yəni, təsbih edirsən və saraylar tikilir. Cənnət süslənir və bəzədilir. Allah xüsus hər Ramazan ayında. Cennet elə bir mükəmməl diyardır ki, elə mükəmməl diyardır. Adəm və onun zürriyyəti yalnız tam mükəmməlliğini qazanandan sonra oraya girəcəkdir. Və burada mükəmməllik sözün bütün mənalarındadır. Hətta bədən cəhətdən. Bakın Adəm yaratılanda başqa cür idi. Bilirsiniz də onu. Ağacdan yeyəndə nə baş verdi? Övratı bizə çıxdı. Övratını görəndə o necə hallara düşdü? Başladı ağacın yarpaqlarını ötməyə və ağlamağa və qaçmağa. Çünki yerə yaratılmamışdı axı. Düzdür mü? Qiyamət günü Allah Teala Adəmin övladlarına kişi və qadın olaraq cənnətə salmamışdan qabaq İnnə ənşə'nəhunə inşə'ə fəcəalnəhunə əbkara urban ətrabə li ashabil yəmin. Biz qiyamət günü onları cənnətə salmamışdan qabaq yenidən inşa edəcəyik. Allahu Akbar. Ən mükəmməl şəkildə. Baxın, mənəvi inşası ya tövbə ilə dünyada ya da ki odda təmizləndi. Düzdür mü? Hətta onlar çıxanda həyat deyilən bir nəhir var orada, çay var. Ora köz şəklində tullayacaqlar onları. Orada təzdən onlar yetişəcəklər. Mənəvi cəhətdə odla təmizləndi. İndi də fizioloji cəhətdən Allah Teala onları yenidən inşa edəcəkdir. Onları elə mükəmməl cisim verəcək ki, elə bədən verəcək ki, dünyada ən çirkin qadın Hurul İndən gözəl olacaq. Dünyada yaratılmış ən çirkin qadın Hurul İndən gözəl olacaqdır. Təsəvvür nə deməkdir? Halbuki Hurul İnin vəsfi gəlib ki, yaylığını nə deyirlər? Yaşmasını dünya səmasına bir dəfə belə eləyib qaytarsa, onun qoxusu, ətri, aromatı, gözəlliyi qiyamətin kim qalar? Hurul İn o qədər gözəldir ki, dünya səmasına bir dəfə belə boylansa, qaytarsa, onun işığı burada qalır qiyamət gününə kimi. Bu dünyada iman etmiş,
Amma xilqət cəhətdən ibtila olub. Çox kifir yaratıb Rəbbi ona hikməti ilə. Şükür etdi. Rəbbinin qədərinə razı oldu. Səbr etdi və qədərini qəbul elədi. Çünki bax bunun da hikməti burada açılır. Qiyamət günü həmin o mömin qadın, kamil qadın həmin o vəsf olunan hörliyini gözəlində tozla qoyacaqdır. Dəlildə bu ayət. İnne enşa'nahum inşa'a. Biz onları qiyamət günü yenidən inşa edəcək. Kim onları inşa edəcək? Er-Rahmanur-Rahim, El-Musavvir, El-Xaliq, El-Bari, El-Bedi'. El-Bedi' nə deməkdir? Bu sözü adətən sənətkarlar deyirlər. Sənətkar bir şey yaratan nə deyirlər? Yaratdı ya, ayda. Elə demirlər. El-Bedi' sifəti Allahın sifətidir. Yaratmaq yəni. Biri var yaratma, elə biri yaratdı ya, o söz verir, çıxır o. El-Bedi', Bedi'. Sanat. Sanat. Allah Subhanahu mükemmel bir şekilde onları yaratacak. Yeniden inşa edecek. Yeniden her birine. Cennete giren her bir kişi ve kadını. İnne enşe'nâhunne inşa'e. Ve onlar hamısını yeniden subay edecek, mübakir edecek. Kişiler de kadınlar da. Feceallehune ebkâra. Uruben etraben ya ashabil yemin. Onlar o cennete giren de onlar tesevvürle. Cennette onları saraylar gözlüyor. Bir saray değil. Saraylardır. Birbirine benzemir. Yaxşı, saraydan bezdim. Təbiət istəyirəm. Xeymələr də var. Palatkalar. Tamam. Yaxşı, bunu da istəmirəm. Ağacların altına yatmaq istəyirəm. O da var. Onu da istəmirəm. Suyun üstündə uçmaq istəyirəm. O da var. Onu da istəmirəm. Ən axırıncı sürətlə, su sürəti yox, işıq sürəti ilə uçmaq istəyirəm. O da var. Yani ürəyin nə istəyəcək orada? İstədiyin şeylər də ən gözəl şeylər olacaq, mükəmməl. Allah Teala onu sənə verəcək. Sahabən biri gəldi ki, ya Resulallah, mən at yaman sevirəm. Mən istəyirəm cənnətdə at olsa. Olar, at olsun bir dənə at yaman, ata bağlayım at. Resulullah sallallahu aleyhi ve sellem deyir ki, o at yaqutdan olsa olar. Atın, sən görmürsən bəzi atlar necə möhtəşəm olur. Biraz çox gözəl olanda parıltı verir. Təsə onun parıltısı yaqut kimi olsa necə olar? La ilahe illallah. Bir sənə yaqut kimi parıldayan bir at olacaq. Allahu ekber. Fiha ma la aynun ra'at. Gözün heç vaxt görmədiyi, qulağın heç vaxt eşitmədiyi, qəlbin heç vaxt dərk etmədiyi bir şeylər, o nemətlər orada gözlür. Rəbbim onu bizdən məhrum etməsin, biz də ona məhrum etməsin.